Tez-tez eşitdiyimiz və son dövrlər populyarlaşan yeni iş yerinə çevrilən SMM nədir? Azərselin təqdimatında Tech Terms rubrikasını izləyirsiniz. Sosial media marketinq və sosial media menecer. Mən SMM işləyirəm, mən SMM-əm, yaxud kobud halda desəm, mən SMM-şikəm. Yəqin ətrafınızda bunu deyən dostlarınız var və siz həm də o şəxslərin ailələri həmin adamların nə iş gördüyünü tam anlamır. SMM, yəni sosial media marketinq, sosial şəbəkələrdə marketinq və reklam fəaliyyəti ilə məşğul olmaqdır. Sosial media marketinq fəaliyyəti ilə məşğul olan şəxslər isə sosial media meneceri adlanır. Sosial media menecerinin əsas vəzifəsi şirkətdən yaxud şirkət daxilində dizayner, copywriter tərəfindən hazırlanan məlumatları şirkətin sosial şəbəkə hesablarında yerləşdirmək, onlara nəzarət etmək, reklam ilə önə çıxarmaq və müəyyən ölçmələrlə statistik məlumatlar toplamaqdır. Sosial media marketinq ilə rəqəmsal marketinq çox hallarda qarışdırılır. Rəqəmsal marketinq sosial media marketinqdən daha geniş anlayışdır və SMM rəqəmsal marketinqin tərkib hissəsidir. Çünki rəqəmsal dünya təkcə sosial şəbəkələrdən ibarət deyil. Rəqəmsal marketinq axtarış motorları marketinqi, sosial media marketinqi, affiliate marketinqi və bir sıra rəqəmsal qolları özündə birləşdirir. Yəni bir sosial media meneceri sizə özünü rəqəmsal marketinq meneceri olaraq təqdim edirsə, bu yanlış bir yanaşmadır. Kobud dildə desəm, bu metropolitenda çalışan maşinistin özünü metropolitenin rəisi kimi təqdim etməsinə bənzəyir. Daha çox texnoloji terminlərin dəqiq mənalarını öyrənmək üçün YouTube kanalımıza abunə olmağı və bildirişlər bölməsini açmağı unutmayın.